21 oktyabr üçün ən düz proqnoz hər bürc üçün qısa və konkret. Hər bürcün adını ayrıca yazdım, sonra ümumi təhlil və qısa məsləhət əlavə etdim. Qoç. Ümumi təhlil. Enerjiniz yüksəlir, işdə sürətli qərarlar vermək üçün gün uyğundur, amma emosional reaksiya qazanar. Münasibətlərdə biraz sərt görünə bilərsiniz. Qısa məsləhət, sakit nəfəs alın və danışmazdan əvvəl 3 saniyə gözləyin. Buğa ümumi təhlil. Maddi mövzularda diqqət tələb olunur. Xərcləri nəzərdən keçirin. Yaxınlarınızdan dəstək görmək ehtimalı var. Qısa məsləhət. Vacib alış-verişi ertələyin, ilk təklifə razı olmayın. Əkizlər, ümumi təhlil. Ünsiyyət güclüdür, yeni tanışlıqlar və fikir mübadilələri üçün yaxşı gündür. Diqqətinizi yayındıran detallar ola bilər. Qısa məsləhət, yazılı xatırlatmalar edin, söhbətləri qeydə alın. Xərçəng. Ümumi təhlil. Emosional intuisiyanız güclənir. Ailə və ev məsələlərinə vaxt ayırmaq faydalıdır. Keçmişdən gələn kiçik narahatlıqlar üzə çıxa bilər. Qısa məsləhət, köhnə məsələləri sakit və mərhəmətli şəkildə həll edin. Şir ümumi təhlil, özünüzü göstərmək və liderlik etmək üçün yaxşı imkanlar olacaq. Eyni zamanda ego və egoist davranışlara diqqət edin. Qısa məsləhət, başqalarına qulaq asın, liderlik dinləməklə güclənir. Qız ümumi təhlil, detallara diqqət tələb olunur. İşdə sıralama və təşkilat problemlərini həll edə bilərsiniz. Sağlamlıqda kiçik rutiniz dəyişiklikləri yaxşı edər. Qısa məsləhət, prioritet siyahısı yazın və ilk 3 maddəni tamamlayın. Tərəzi, ümumi təhlil. Münasibətlərdə tarazlıq axtarışı olacaq. Kompromislər nəticə verə bilər. Estetik və yaradıcı işlər üçün ilham gəlir. Qısa məsləhət, qarşı tərəfi anlamağa çalışın. Bir addım geri fayda verər. Əqrəb, ümumi təhlil. Dərin duyğular və transformasiya enerjisi fəal ola bilər. Gizli mövzular diqqət çəkə bilər. Möhkəm qərarlar üçün daxili sükunət vacibdir. Qısa məsləhət, daxili sirlər üçün etibarlı birinə danışın, impulsiv addım atmayın. Ox atan. Ümumi təhlil. Yeni fikirlərə açıqsınız, səyahət və öyrənmə arzusu arta bilər, ancaq məsuliyyətsiz impulslardan çəkinin. Qısa məsləhət, planladığınız bir şeyi kiçik addımlara bölün. Oğlaq, ümumi təhlil, iş və karyera ön plandadır. Ciddi və məqsəd yönlü çalışma fayda gətirəcək. Emosional istirahətə vaxt ayırın. Qısa məsləhət, günün sonunda 20 dəqiqə rahatlama rutini edin. Dolça ümumi təhlil, fikir və əlaqələr sahəsində yeniliklər mümkün, qeyri-adi yanaşmalar müsbət nəticə verə bilər. Başqalarının fikirlərinə açıq olun. Qısa məsləhət, yeni ideyanı kiçik testlə sınayın, tam etmədən əvvəl yoxlayın. Balıq ümumi təhlil, intuisiyanız və yaradıcılığınız yüksəkdir. Sənət və ruhani fəaliyyətlər üçün məhsuldar gün. Real dünyada sərhədləri unutmamağa çalışın. Qısa məsləhət,